keçirik. İkinci tabe edilmiş azad əhali. İndi qarışıq yazım, gəlin siz deyən cümlə ardıcılıq. Ən yüksəkdə Spartalılar, tabe edilmiş azad əhali. tabe edilmiş azad əhali, Bir də Hilot. bir də Hilotlar, yəni qullar. Aydın oldu, müəllim. Deməli, 3 yerə bölünürdü əhali. Əhali deyirsə, 3 yerə bölünürdü. Spartalılar özləri, bunlar ancaq nə işlə məşğullar? Ancaq hərbi işlə məşğul idilər da, başqa heç bir işlə məşğul olmurlar. Yaxşı mı mənim? Spartalılar ancaq hərbi işlə. Deməli, bunların uşaqların 6-7 yaşından götürürlər, verirlər hərbi düşərgələrə, hərbi məktəblərə. Orada onlar böyüdürdülər və onlar ancaq hərbi işlə məşğul. Boş vaxtlarında bunlar ancaq məşq edirdilər. Sonra tabe edilmiş əhali, hansı ki biz dedik, Dorilər gəldilər, tutdular Cənubi Yunanistanı. Cənubi Yunanistanda əhali vardı da, yəni o Yunanlara, Spartalılara qədər əhali yaşayırdı. Hə, onlar